Bu ayaqqabı düzdür 480 manatdır. 480 manatdır satış qiyməti. Amma əsasən mən ayaqqabını göstərmişəm. Burada topuq qoruyucusu var. Burada xüsusi simlər var ki, amortisasiya eləyir, zərbə dəyəndə zərbəni əks etdirir və ən önəmlisi xüsusi altlıq var. Bu rahat gəzmək üçündür. Siz moto sürürsünüzsə, yəni moto paltarlar, moto geyimlərlə, moto ayaqqabı ilə narahat olmanıza ehtiyac yoxdur. Çünki bu xüsusi altlıqla olan dayniz ayaqqabısı. Necə dolğun məlumat verir. Az qalaq bir dəqiqə yəni. Siz almışsınız zaten. İndi bundan ucuz ayaqqabımız yoxdur mağazada. Ondan ucuz ayaqqabı indirimdə olan ayaqqabılar var. Məsəl üçün bu model. Olsun, olsun. Bu modeli məsəl üçün mən sizə elə 300 manata verə bilərəm. 300 manat. Bildiyə. Bunun satış qiyməti 430 idi. Bildin nə etmək lazım. 300 0 pulumuz qaldı. 1000 manatımız getdi. Biz nə götürdük? Əlcək, kaska, ayaqqabı. Pis getmirik. Mən gözləmirdim. Mən dedim bir dənə kaskalı çıxacaq. Ən önəmlisi də keyfiyyət götürdünüz.